Hörmətli müəllimlər, dəyərli həmkarlar, bugün mən sizə dövlət qulluğunun əhəmiyyətindən və bu sahənin mənim üçün niyə vacib olduğundan danışmaq istəyirəm. Əslində, bu mövzu mənim üçün çox əhəmiyyətlidir, çünki mənim hazırdakı iş yerim Kiçik və Orta Biznesin İnkişaf Agentliyində Bakı və Xüsusi Zonalar üzrə Koordinatorluğunun Bakı KOBDOS-u kimi fəaliyyət göstərmək, birbaşa dövlətin inkişafına və ölkəmizin gələcəyinə xidmət edir. Bir neçə gün əvvəl Qazax Tarix Diyarşünaslıq Muzeyində Neolit dövrünə aid olan eksponatlar mənim diqqətimi cəlb etdi. Bu dövrə aid materiallar Azərbaycanın qərbində yerləşən Damcılı mağarası, Tövrattepe, Qarxalar təpəsi kimi qədim yaşayış yerlərindən tapılan əşyalarla təmsil olunur. Bu əşyalar arasında çaxmaq və dəvəgözü daşından hazırlanmış çoxlu sayda qəlpələr, bıçaqvari lövhələr, qaşovlar və digər alətlər var. Bu eksponatlar insanın təbiətə qarşı mübarizəsində necə inkişaf etdiyini və cəmiyyətin qurulmasında göstərdiyi əzmi açıq şəkildə nümayiş etdirir. Odur ki, bu mənə bir daha göstərdi ki, dövlət qulluğu yalnız bir iş deyil, bir missiyadır. Biz hər bir dövlət qulluqçusu insanların həyatını yaxşılaşdırmaq, onların rifahını təmin etmək və cəmiyyətə xidmət etmək üçün varıq. Amma bu yolda qarşılaşdığımız bəzi problemlər də mövcuddur. Kiçik və orta biznes subyektləri ölkə iqtisadiyyatımızın hərəkətverici qüvvəsidir. Lakin bu sahələr hələ də müəyyən maneələrlə üzləşir. Buna bürokratik maneələr, maliyyə resurslarına çıxışa dəstəkdə problemlər və təcrübəsizlik aiddir. Bu çətinliklərin həlli isə yalnız dövlətin və dövlət qulluqçularının səyi ilə mümkündür. Dövlət qulluğu sadəcə vəzifə tutmaq demək deyil. Bu, ölkə iqtisadiyyatının inkişafını dəstəkləmək, kiçik və orta biznesləri inkişaf etdirərək sosial rifahı artırmaq və iş yerləri yaratmaq deməkdir. Mən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində işləyərək hər gün bu missiyanı öz üzərimdə hiss edirəm. Biz KOBDOSlar olaraq yerli biznes sahiblərinə təlimlər keçirir, onlara maliyyə resurslarına çıxışa dəstək göstərir, yerli sərgi və satış yarmarkalarında iştirakını təmin edirik. Bu dəstəyin nəticəsində biz yalnız iş dünyasında inkişaf görmürük, həm də ölkəmizin ümumi iqtisadiyyatının gücləndiyinə şahid oluruq. Gələcəkdə isə bu dəstək daha da artacaq. Biz dövlət qulluğunun gücü ilə daha çox biznesi inkişaf etdirə biləcəyik. Kiçik və orta biznes sahələri hər zaman daha şəffaf və müasir şəkildə fəaliyyət göstərəcək, vətəndaşlar daha yaxşı xidmət alacaq və nəticədə iqtisadiyyatımız daha da güclənəcək. Əgər siz də bu dəyişiklikləri görmək istəyirsinizsə, gəlin bir yerdə çalışaq.